6-cı sinifdə söz birləşmələrinin cümlə üzvü kimi işlənməsi qaydasını izah eləyirəm. Gəlin əvvəlcə qaydaq lap əvvələ söz birləşmələri haqqında biraz məlumat toplayaq. Söz birləşmələri nəyə deyilir? Onlar haqqında məlumatımızı toplayaq, sonra qaydaq yenidən qaydamıza. Uşaqlar, söz birləşmələri iki və ya daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsinə söz birləşmələri deyilir. Söz birləşmələri haqqında ümumi məlumat toplamaq üçün bundan əvvəlki videolarımızda tapa bilərsiniz daha ətraflı məlumatı. Söz birləşməsini bilirik ki, aslı və əsas tərəfi olur. Aslı tərəf birinci tərəfdir, əsas tərəf ikinci tərəfdir. Həmçinin əsas tərəfin ifadə vasitəsinə görə söz birləşməsinin iki növü var. İsmi birləşmələr və feili birləşmələr. İsmi birləşmənin əsas tərəfi isim, sifət, say, əvəzlik, zərf, bunlar bu əsas nitq hissələrlə ifadə olunur. Feili birləşmənin əsas tərəfi isə məsdər, feili sifət və feili bağlama ilə ifadə olunur. Bunların özünə məxsus şəkilçiləri var. Feilin təsriflənməyən formaları adlanır. 5-ci sinifdə bu qaydanı keçmisiniz və təkrarlamanızı məsləhət görərəm. İndi gəlin qaydaq söz birləşmələrinin ismi, feili birləşmələri aydınlaşdıraq. Deməli, ismi birləşmənin 3 növü var. Birinci növ təyini söz birləşməsi, ikinci növ təyini söz birləşməsi və üçüncü növ təyini söz birləşməsi. Birinci növ təyini söz birləşməsində nə birinci, nə də ikinci növ tərəflərdə heç bir qrammatik şəkilçi iştirak etmir. Leksik şəkilçi ola bilər, amma qrammatik şəkilçi iştirak etmir. Məsələn, deyirəm ki, çalışqan şagird, yaraşıqlı oğlan. Bunlar birinci növ təyini söz birləşmələridir. Birinci növ təyini söz birləşməsi cümlə üzvü kimi təhlil olunduqda birinci tərəf ayrılıqda götürülür, ikinci tərəf isə ayrılıqda götürülür. Yəni, ayrı-ayrı cümlə üzvü olur tərəfləri. Birinci tərəf daha çox təyin kimi işlənir. İkinci tərəf isə mübtəda, tamamlıq və ismi xəbər vəzifəsində işlənə bilər. Birinci növü tərəflərini ayırır. Məsələn, kim? Şagird. Hansı şagird? Çalışqan. İkinci növ təyini söz birləşməsi isə birinci tərəfində biz bilirik ki, qeyri-müəyyən yiyəlik halda olur. İkinci tərəf isə mənsub şəkilçisi qəbul edir və tərəflərini mütləqdir ki, bütövlükdə bir cümlə üzvü kimi götürməlisiniz. Tərəfləri bir cümlə üzvü olacaq. Məsələn, deyirəm ki, məktəb heyəti, məktəb direktoru. Məsələn, məktəb direktoru siniflərlə tanış oldu. Siniflərlə tanış oldu kim? Məktəb direktoru. Bütövlükdə götürməlisiniz. Ayrı-ayrı götürə bilməzsiniz. Nə məktəb, nə direktor bu tipli götürə bilməzsiniz. Bütövlükdə götürməlisiniz. İkinci növ təyini söz birləşməsi. Sonra gəlirəm üçüncü növ təyini söz birləşməsinə. Birinci tərəfi müəyyən yiyəlik halda olur. İkinci tərəf isə bütün şəxslərin mənsubiyyətini qəbul edir. Məsələn, qələmin ucu, kitabın vərəqləri, kitabın vərəqi və bütövlükdə götürəndə bir cümlə üzvü kimi götürürsünüz. Məsələn, kitabın vərəqləri maraqlı idi. Maraqlı idi nə? Kitabın vərəqləri. Ayırmırsınız. Tərəflərin birini ayrı götürmürsünüz. Bütövlükdə götürürsünüz. Maraqlı idi nə? Kitabın vərəqləri. Yadımızda yenə saxlayırıq, təkrar edirəm. Birinci növdə ayrı-ayrı götürürsünüz. Birinci tərəf əsasən təyin olur. İkinci tərəf isə yerinə görə mübtəda, tamamlıq və ismi xəbər vəzifəsində çıxış edə bilər. İkinci və üçüncü növ təyini söz birləşməsi isə tərəfləri birlikdə götürülür. Tərəfləri bir cümlə üzvü olur. Ayrı-ayrı götürə bilməzsiniz. Sonra gəlirəm feili birləşmələrə. Feili birləşmələrdə də biz dedik ki, tərəfləri, əsas tərəfi məsdər, feili sifət və feili bağlama ilə ifadə olunmalıdır, şəkilçilərini qəbul etməlidir. Həmçinin biz məsdərin şəkilçisini qəbul edənə məsdər tərkibi, feili sifətin şəkilçisini qəbul edənə feili sifət tərkibi, feili bağlama şəkilçisi qəbul edərsə əsas tərəf feili bağlama tərkibləri adlandırılır. Məsələn, deyirəm ki, ali məktəbə qəbul olmaq üçün gecə-gündüz çalışır. Və yaxud da yarışda birincilik qazanmaq üçün gecə-gündüz çalışır. Nə məqsədlə gecə-gündüz çalışır? Ali məktəbə qəbul olmaq üçün. Bax, mən bunu bütövlükdə götürürəm, feili birləşmə və yaxud da məsdər tərkibi. Ayıra bilmərəm. Və yaxud da deyirəm ki, yaxşı oxuyanları
Hədiyyələrlə təltif etdilər. Hədiyyələr verdilər. Kimə hədiyyə verdilər? Yaxşı oxuyanlara. Bax, bütövlükdə götürürəm tamamlıq. Və tamamlıq deyirəm, fe'li sifət tərkiblə ifadə olunur. Dan yeri yenicə söküləndə artıq o oyanmışdı. Nə zaman o oyanmışdı? Dan yeri yenicə söküləndə. Biz isə buna deyirik fe'li bağlama tərkibi. İndi gəlin məktəbdəki dərsliyinizə də nəzər yetirək, dərsliyinizi də oxuyaq. Nə deyir burada? Bizə deyir ki, söz birləşmələri, həmçinin frazoloji birləşmələr, deməli, ifadə oluna bilər, cümlə üzvü rolunda çıxış eləyə bilər. Bir çox söz birləşmələri bütövlükdə bir cümlə üzvü olur. Mənim bayaq dediyim kimi, fe'li birləşmələr və ikinci və üçüncü növ təyinli söz birləşməsi bütövlükdə bir cümlə üzvü kimi götürülür. Amma ismi birləşmələrin bir qismi bütövlükdə yox, ayrı cümlə üzvü kimi çıxış eləyir. Yəni, birinci növ təyinli söz birləşməsi. Baxın, burada da deyir, ismi birləşmələrin birinci tərəfi say, sifət, fe'li sifət və sifətləşmiş sözlərlə ifadə olunduqda həmin tərəf ayrı cümlə üzvü təyin kimi çıxış eləyir. Daha çox təyin olur. Məsələn, indi gəlin bu testdə B tapşırığına baxaq. Tut ağacı həyətə kölgə salırdı. Gəlin birinci söz birləşməsini müəyyənləşdirək, tut ağacı. İndi sual verək, həyətə kölgə salırdı nə? Tut ağacı. Deməli, mübtəda vəzifəsində işlənir. Alma şirəsini soyuducuya qoydum. Söz birləşməsini tapın, alma şirəsi. İkinci növ təyinli söz birləşməsidir. Soyuducuya qoydum nəyi? Alma şirəsinin nəyi sualıdır? Tamamlığın sualıdır. Evimizin qabağında park var. Evimizin qabağı. Üçüncü növ təyinli söz birləşməsidir. Var, nə? Park. Harada? Evimizin qabağında. Zərflik. Həkim bizim qonşumuzdur. Bizim qonşumuzdur söz birləşməsidir və xəbərlik şəkilçisi qəbul etdiyinə görə xəbər hesab olunur. Belə.